Demək, kitabda 32 səhifə var. 32 səhifə. Bu hər səhifədə 16 sətr var. Düzdür. Hər sətirdə də 8 simvol var. Düzdürmü? Həcmi neçə kilobaytdır? X kilobayt. Düzdürmü? Bax, bizə əlifba verməyib. Mənə əlifbamı verməyibsə, mən bu əlifbada bunu aski götürürəm. Yəni, bir simvolunun tutduğu həcmimi 1 bayt olaraq hesablayıram. Oldu mu? Biz həcmi tapmaq üçün bütün bunları bir-birinə vurmalıyıq. Gəlin vuraq. 1 baytım olduğu kimi qaldı yerində. 32-ni yazıram 2 üstü 5 şəklində. Onu da vururam 16-ya. 16-nı da yazıram 2 üstü 4 şəklində. Onu da vururam 8-ə. 8-i də yazıram 2 üstü 3 şəklində. Axırda da mən bilmirəm nə qədərsə kilobaytla almalıyam cavabımı. Əslində burada rahatca eləyə bilərəm bunu kilobayta bölməyi. Amma daha aydın olsun deyə birinci vuraq, sonra böləcəm. 2 üstü. Üstlər eyni vuranda, əsaslar eynidirsə, qüvvətlərimiz toplanacaq. 5-in üstünə 4 gələndə 9, 9-un üstünə 3 gələndə 12. 2 üstü 12. Nə? Bayt. Düzdürmü? Baytı mən kilobayta çevirmək üçün, x kilobaytda. Kilobayta çevirmək üçün mən bu 2 üstü 12-ni 2 üstü 10-a bölürəmmi? Bölürəm də, icazənizlə bölüm. Çünki bölməliyim. Böləndə də əsaslar eyni, qüvvət üstlərimiz çıxılır. Yəni, qalır nə? 2 üstü 2 kilobayt. Bu da 4 kilobayt edir. Cavabımız B variantı.